أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları Rəbbimiz üçün əl açaraq qəlbimizdən gələn dua və mətləb hacətlərimizi bizdən qəbul eləsin. Allahdan diləyək, Allah bu cüməni bütün bəşəriyyətə, müsəlmanlara, əhl-i beyt sevərlərə mübarək qərar versin inşallah. Möhtərəm müsəlmanlar, əziz cəmaatımız, dəyərli möminlər, bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən bərəkətli, ən nurani, ən gözəl bir gündür. Bir sözlə Quran və hədislərə istinad etdikdə o gündür ki, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığı apararaq haqqı, ədalətsizliyi aradan apararaq ədaləti, zülmü, sistəmi, nifaqı aradan apararaq sülhü və əmniyyəti yer üzərində bərqərar edəcəyi bir gündür. Allah bu günü bir daha xüsusilə zamana imamımızın gəlişi ilə onun dövründə o deyilən ilahi ədalətlə keçirməyi hər birimizə nəsib eləsin inşallah. Bildiyiniz kimi biz böyük bir bayramın astanasındayıq, vilayət bayramı. O bir bayram ki, Peyğəmbər Salavatullaha təkidlə onu insanlara çatdırmasını və hətta Peyğəmbər Salavatullah özü orada olanlara, eşidənlərə, orada olmayıb iştirak etməyənlərə çatdırmasını əmr etdi.